Salam, hər vaxtınız xeyir olsun əziz müəllimlər. Bugün sizinlə bərabər deməli 6-cı sinifin 7-ci mövzusu olan oduncağın tədarükü və mişar materialının istehsalı mövzusunun izahına baxırıq. Ağac emalı sənayesi mişar materialının, filtələrin, oduncaq məmulatlarının hazırlanması ilə məşğul olur. Ağac emalı sənayesində mişarçılar, çərçivəçilər, dəzgahçılar, xarratlar, dülgərlər kimi peşə sahibləri işləyir. Yəni suallar verilir, variantda çilingər verilsə, çilingərlər ağac yəni oduncaqla işləmək üçün peşə sahibinə aid deyil. Deməli nə oldu? Mişarçı, çərçivəçi, xarrat, dülgərlər, dəzgahçılar bunlar nə oldu? Ağac emalı sənayesinin peşə sahibləri. Oduncağın emal edilmə üsullarından asılı olaraq burada məmulat növləri var. Burada emal növləri var. Deməli, oduncağın emal növləri hansılardır? Emal növləri birincisi mexaniki kəsmədir, 2 kimyəvi parçalanmadır, 3 isə termiki parçalanmadır. Deməli, 3 dənə emal növümüz var. Mexaniki kəsmə zamanı əldə edilən mişar materiallarımız, yəni məhsullarımız, mişar materialları, qapılar, pəncərələr, mebel, parket, daha sonra qablaşdırma materialları, çəllək, fanerlər, filtələr, oduncaqlardır. Bunlar normal ətrafımızda gördüyümüz, yəni qapıdır, mebeldir, filtələrdir, oduncaqlardır. Mexaniki kəsmə prosesinin məhsullarıdır. Bəs mexaniki kəsmə prosesi zamanı hansı fəhlə peşələri var? Dəzgahda işləyən mişarçı, mişar materiallar üçün nə lazımdır? Mişarçı lazımdır. Daha sonra deyirdik, xarratlar kimi idi? Pəncərə, qapı, mebellər hazırlayan mütəxəssis idi. Baxın, burada məhsullar verilib, burada da xarrat onu hazırlayan şəxsdir. Ağac emalında operator, oduncaqları nədən hazırlanır? Təbii ki, ağaclardan və dülgərlər. Deməli, bunlar fəhlə peşələri oldu. Kimyəvi parçalanmada isə, baxın, kimyəvi K hərfi ilə başlayır. Kağız, K, karton, daha sonra kinolent, sonra selluloza, fotolent, şin, rezin ayaqqabı. Bu isə kimyəvi parçalanmanın deməli məhsullarıdır. Kimyəvi parçalanmada baxın verilən nədir? Məhsulumuz selluloz, fəhlə peşəsi selluloz bişirən presləyici operatordur. Termik emalda isə deməli alınan məhsul yağ, spirt, kanifol və skipidar da var. Digər köhnə kitabda var idi, burada çıxarılıbdır. Deməli nə oldu? Kanifol, skipidar, yağ və spirt. Termik parçalanma zamanı, termik parçalanma emal növündə deməli alınan məhsulumuza aiddir. Oduncağın parçalanması üzrə aparatçı. Oduncaqla ağac emalında operator mexanikidədir. Oduncağın parçalanması üzrə aparatçı isə deməli nədədir? Termik parçalanmadır. Meşə kimyası qurğusu üzrə operatoru da termik parçalanma üzrə deməli fəhlə peşələrinə aiddir. İndi baxırıq nəyə? Bu hissələr bildiyimiz yerlərdir. Yəni ağaclar bizi oksigenlə təmin edir, karbon qazını udur. Bizə əsas nə lazımdır? Deməli, tikintidə istifadə edilir. 80-120 yaş arası ağacların oduncaqlarından istifadə edilir. Quru və yaşlı ağaclardan deməli oduncaq kimi istifadə edirik. Ağaclar elektrik mühərrikli və benzin mühərrikli mişarlarla və yaxud kəsdiyi ağacları digərini korlamadan lazımi istiqamətdə aşıran meşəqıran maşınların köməyi ilə kəsilir. Deməli, sual ola bilər ki, ağaclar nəyin vasitəsilə kəsilir? 1. Benzin mühərrikli, elektrik mühərrikli və meşəqıran maşınların köməyi ilə kəsilir. Meşəqıran maşınlar da kəsdiyi ağacı korlamır, lazımi istiqamətdə aşıra bilir. Yəni, bu xüsusiyyətə sahibdir. Baxın, burada verilibdir. Deməli, şəkil A-da verilən elektrik mühərrikdir. Şəkil B-də verilən də benzin mühərriklidir. Şəkil A-da baxın, elektriklə işləmək üçün şnur hissəsi var. Yəni, bu şəkildə ayrı etmək olur. Daha sonra benzin mühərrikli mişarların isə litir, yəni benzin tutumu 0,5 litrdir. Yəni, 500 qram tutuma malikdir.
Baxırıq nəyə? Deməli, mövzumuzun digər hissəsinə. Aha. Deməli, kök gövdə və kökdən budaqlardan təmizlənərək kəsilmiş ağac gövdələri, yəni qol budağı təmizlənmiş ağac materialı əldə edilir. Həmin o ağaclardan. Qol budağı təmizlənmiş ağacları eninə mişarlanıb şalban, tir, kötük əldə edilməsi üçün yük maşınları və ağac daşıyanlarla emal müəssisəsinə daşınır. Amma 5-ci sinifdə biz keçmişdik ki, deməli eninə mişarlamaqla şalban, uzundan mişarlamaqla isə müxtəlif mişar materialları, tir, kötük, taxta, lövhə, yəni bu cür mişar materialları əldə edilir. Amma burada deməli qol budağı təmizlənmiş ağacı eninə mişarlanıb şalban, tir, kötük əldə edirik deyə məlumat qeyd olunmuşdu. Birinci baxırıq, deməli şəkil 2-dəki şəkillərimizə. Şəkil A-da qol budağı təmizlənmiş ağacdır. Qol budağı təmizlənmiş ağacdır. Şəkil B-dəki şalbandır. Şalban ən uzun olanıdır. Daha sonra şəkil C-də olan tirdir. Ən kiçik deməli ölçülərdə verilən isə kötüklərdir. Benzin mühərrikli mişar öz quruluşuna görə mexanikləşdirilmiş əl alətləridir. Hansı benzin mühərrikli mexanikləşdirilmiş əl alətləridir? Bu mişar daxili yanma mühərrikləri ilə hərəkətə gətirilir. Daxili yanma mühərrikləri deməli burada bir tərif də var idi keçmiş kitabda, karbürator, yəni karbüratorların köməyi ilə. Karbürator daxili yanma mühərrikində karbürasiya qurğusudur. Nə oldu? Karbürator daxili yanma mühərrikində karbürasiya qurğusudur. Bəs karbürasiya nə deməkdir? Karbürasiya isə yanacaqla havanın qarışmasından deməli yaranan qarışıqdır. Əmələ gələn qarışıqdır. Karbürasiya yanacaqla havanın qarışmasından əmələ gələn qarışıqdır. Daha sonra benzin mühərrikli mişarın quruluşunun sadə olması onun etibarlılıq göstəricisidir. Bu da suallarda daha çox düşür. Benzin mühərrikli deməli mişarın etibarlılıq göstəricisi nədir? Onun sadə olması etibarlılıq göstəricisidir. Sadə quruluşlu mişar çətin şəraitdə işləyə bilir. Söhbət benzin mühərrikli mişarlardan gedirdi. Daha sonra burada deməli oduncaqdan hazırlanan və onun təbii quruluşunu qoruyan materiallar, yəni meşə materialları qeyd olunub. Biz 5-ci sinifdə keçdiyimiz deməli nə idi? Mişar materiallarından söhbət gedirdi. Amma bu 6-da verilən isə meşə materiallarıdır. Deməli meşə materiallarımız hansı oldu? Tir, kötük və şalban. Şalbanlardır. Oduncaqdan hazırlanan onun təbii quruluşunu qoruyub saxlayan deyirsə meşə materialları götürürük. Təbii quruluş meşə materialları bu şəkildə yadda saxlayırıq. Hansı oldu meşə materialımız? Şalban. Şalbanların binaların döşəmələri üçün tirlər, müxtəlif taxta konstruksiyalar hazırlanır, mişar materialları əldə edilir. Məsəl üçün digər şəkilə keçid edək, baxaq. Orada baxın, burada göstərək bu hissəni. Deməli, nəyi göstərirdik? Aha, şalbanlardan deməli binaların döşəmələri üçün müxtəlif taxta konstruksiyalar, tirlər hazırlanır. Baxın, şalban ən böyüdür. Bunu bölərək taxta və tir əldə edirik. Tir daha kiçikdir, yəni onlardan tir, taxta, kötük, yəni bu faneri şalbanlardan əldə edirik. Şalbanın uzunluğu ən azı 3 metrdən çox olandır. Deməli 3 metrdən çoxdursa bizim meşə materialımızın uzunluğu bu şalban adlanır. Karandaş, xizək, yonulmuş şpon hazırlamaq üçün nəzərdə tutulmuş uzunluğu 2-4 metr olan mişarlanmış meşə materialı da tir adlanır. Baxın 2-4 metr arasıdırsa bu da tirdir. Nə oldu? Karandaş, xizək və yonulmuş şpon. Soyulmuş və yonulmuş şpon hazırlamaq üçün deyilirsə bu zaman kötük götürürük. Bunu bu şəkildə də yadda saxlaya bilərik ki, tirin uzunluğu kötüyün uzunluğundan daha çoxdur və tirdən hazırlanan material da daha çoxdur. Karandaş 1, xizək 2 və yonulmuş şpon 3. Amma soyulmuş, yonulmuş şpon isə 2 dənə material hazırlanır. Deməli, bu da nədir? Tirə aid, daha doğrusu kötüyə aiddir. Kötüyün uzunluğu isə 2 metrə qədər olur. 2 metrə qədər qısa meşə materialı kötük adlanır. Daha sonra bunlardan biz neyinirdik? Şpon təbəqələr kəsirdik. O şponları üst-üstə yapışdırırdıq. Faner əldə edirdik. Baxın, burada da qeyd olunub. Bir-birinə yapışdırılmış şpon təbəqələr faner adlanır.
Ağac materialları nizamlı qalaqlara yığılmış vəziyyətdə saxlanılır. Aha, indi buna baxaq. Deməli, nəyə? Nizamlı qalaqlara yığılmış vəziyyətdə saxlanılır deyir ağac materialları. Bircə dəqiqə. Aha, baxın, saxlanılır. Bu isə ştabel adlanır. Ştabel alman sözüdür. Alman, deməli, alman sözüdür. Mənası isə anbarda deyilir. Anbar alman sözüdür. Anbar deməkdir. Anbar. Deməli yazıram bura. Ştabel. Ştabel alman sözüdür. Mənası anbar deməkdir. Və alman dilindən tərcümədə inşaat materiallarının bərabər qaydada üst-üstə yığılmasıdır. Baxın, burada da verilib ki, deməli nə edir? Qalaq-qalaq şəklində üst-üstə yığılmış vəziyyətdə saxlanılır həmin o, deməli, meşə materialları daha doğrusu. Bu da nə adlanır? Ştabel adlanır. Daha sonra keçirik mövzumuzun digər hissəsinə. Meşə materiallarının diametri nə ilə ölçülür? Diametrin deyiriksə metrə, ölçmə çəngəli və dəmir bənd. Deməli, metrə, ölçmə çəngəli və dəmir bəndlə nə ölçülür? Diametr ölçülür. Bu 3 dənə ölçmə aləti ilə metrə, ölçmə çəngəli və dəmir bəndlə ölçülür. Amma burada digər hissədə sual var ki, şalbanın uzunluğu nə ilə ölçülür? Uzunluq deyəndə rulet, ölçmə reykası və metrə. Metrə hər ikisində var. Birində ölçmə çəngəlidir, birində ölçmə reykasıdır. Burada daha çox R hərfləri ilə yadda saxlayır. Rulet R, reyka R və metrədə də R hərfi var. Yəni bu uzunluq da R-larla yadda saxlamaq olur. Burada meşə materiallarını ölçmək üçün alətlərdir. Şəkil A-da verilən ölçmə çəngəlidir. Sanki çəngəlin dişləri kimi 2 dənə dişi var. Baxın, ölçmə çəngəlidir. Şəkil B-də verilən ölçən dəmir bənddir. Dəmir bənddə isə bir dənə sabitləyici hissə var. Şəkil C-də isə metrə və ya ölçmə reykası. Bu metrə ilə ölçmə reykası eyni görünüşdədir. Yəni şəkil C-yə diqqət eləyə bilərik. Bir də burada məsəl üçün deyilir ki, şalbanın diametri, orta diametri necə tapılır? Şalbanın orta diametrini tapmaq üçün, indi buranı təmizləyim, daha aydın olsun. Aha, orta diametrini tapmaq üçün şalbanımızın nə edirik? Birincisi baxırıq D1, yəni şalbanın bu hissəsindən bu hissəsinə qədər olan məsafəni ölçürük, yazırıq D1-ə. Məsəl üçün yazdıq D1-imiz nə qədərdir? D1 bərabər olsun, tutaq ki 6-ya. 6-ya bərabərdir. Sonra şalbanın bu hissəsini ölçürük. Baxın, bu hissəsinin D2 olur. D2-mizi də bərabər edək. Tutaq ki neçə olsun? 4 olsun. D2-miz də 4-ə bərabərdir. Biz indi bunları toplayırıq. Yazırıq D1, üstə gələk D2 bərabərdir. Sonra bunları böləcəyik 2-yə. D1 ilə D2-ni topladıq, cavab 10 elədi. Onu da 2-yə böləcəyik, cavab bərabər olacaq 5-ə. Bu bizim şalbanımızın orta diametrinin ölçüsüdür. Yəni bizə D1-in, D2-nin ölçülərini verib, bizə yerdə qalan nə olur? Bu şəkildəki düsturun yerinə qoyuruq. D1 ilə D2-ni toplayıb 2-yə bölürük. Bu zaman nə etdik? Şalbanın orta diametrini tapmış oluruq. Aha, deməli, davam edək digər hissələrlə. Şalbanın diametri və uzunluğuna görə isə onun həcmi hesablanır. Diametrini tapdıq, uzunluğu da, yəni bu hissəsidir. Uzunluğu da bilirik ki, tutaq ki, diametr bayaqkində 5 alındı. Məsəl üçün, uzunluğu da verilsin. Şalbanın uzunluğu nə idi? Demişdik ki, 3 metrdən az olmamalıdır. Elə 3 metr götürülsün. Bu şəkildə isə onun həcmi hesablanır. Daha sonra meşə materiallarının əsas həcmi ağac kəsən dəzgahlarda əldə edilir. Bu isə daha çox testlərə düşən suallardan biridir ki, meşə materiallarının əsas həcmi harada əldə olunur? Ağac kəsən dəzgahlarda. Ay, bu çox getdi. Bircə dəqiqə PDF-imizi tapaq. Aha, ağac kəsən dəzgahlarda deməli əldə etdik meşə materiallarının əsas həcmini. Bu şəkildə isə bizə ağac kəsən dəzgah verilib. Baxın, ağac kəsən dəzgah. Bu ağac kəsən dəzgahda əldə olunan əsas mişar materialları taxta və tirlərdir. Burada ağac kəsən dəzgahın hissələri də var. O köhnə kitabda qeyd olunmuşdu. Baxın, birinci bu şəkilə baxın. Bu şalbandır. Bir şalban. Burada qeyd edim, məsəl üçün bir şalban.
İkinci şəkildə ikinci hissəsi şalban gətirən ötürücü vallardır. Baxın bunlar, bu valları görürük. Bunlar ikinci şalban gətirən ötürücü vallar. Ötürücü vallar. Biraz yazmaq olmur ekranda. Daha sonra üçüncü kəsici çərçivə istiqamətləndiricisidir. Bu istiqametləndirici, mən deyim, siz özünüz kitabda qeyd edirsiniz. Kəsici çərçivə istiqametlendiricisi. Daha sonra mişar və hansılar dedik? Şalban, şalban gətirən ötürücü vallar, mişar, kəsici çərçivə istiqamətləndiricisi və kəsici çərçivə. 5 hissəsi oldu. Kəsici çərçivə, kəsici çərçivə istiqamətləndiricisi, şalban, şalban gətirən ötürücü vallar və mişar. Şalban gətirən ötürücü vallar isə deməli, daha doğrusu şalban gətirən ötürücü valların önündə və arxasında qeyd olunur. Bu əslində çıxarılmış məlumatda o qədər önəmli deyil, amma testlərdə yazanda bilməyimiz üçün deməli öndə və arxada qeyd olunur. Taxtalar kənarları kəsilmiş və ya kəsilməmiş, yəni kənarından mişarlanmış şəkildə istehsal edilir. Bunu isə 5-ci sinifdəki şəkillərdən deməli məlumat almışıq. Bu dərsimiz də bu qədər.